Hər vaxtınız xeyir olsun. Nadir demişkən hava istidir, soyunmuşuq. Kəmal demişkən mətbəxdə oturmuşuq, çay içirik, şokoladla və bölümümüzdə həyətdən üzdüyüm belə bir qızılgül də var. Arada ətrini çəkirəm ki, dünyada gözəllikləri unutmayaq və bunu belə saça da taxmaq olar. Gələn videoda taxaram. Və eyni zamanda uşaq böyütməyin də nə olduğunu bilirəm. Mənim uşaqlarım ən çətin dövrdə doğulublar. 1995-ci ildə böyük qızım, 1996-cı ildə kiçik qızım anadan oldu. Heydər Əliyevin dövrü idi. Çörək belə talonla verilirdi. Heç qənd, peso, belə şeylər tapılmırdı. Yarı ac, yarı tox böyüdük. İndiki dövrdə də hər şey bahalanıb, həyat daha da zorlaşıb. Çörək talonla verilməsə də çörəklə iş bitmir. Ona görə də mən anaların nə çəkdiyini bilirəm və 50-100 manatın onlar üçün hansı əhəmiyyətə malik olduğunu da anlayıram və günah kimlərin 10 mindən çox maaş götürüb insanları lağ edərcəsinə nə gəldi üydüb tökməsinə də biganə qala bilməzdim. Və mənim bu haqda çəkdiyim videoyu yox, Facebookda paylaşdığım paylaşım çox böyük rezonansa səbəb oldu. Bu da bir çox nəsnələrdən xəbər verir. Yəni dərinlərdə bir çox proseslər gedir. Əlbəttə, orada erotik bənzətmənin də öz rolu var. Bəzən acı bir şeyi şirin konfet kağızına büküb qoymaq lazımdır ki, cəlb etsin insanları. Və paylaşanlar oldu, çox rəy yazanlar oldu. Yəni mən bunu gözləmirdim həqiqətən ki, kiçik bir paylaşımın bu rezonansı doğurar. Və o rəylərə hər dəfə girib baxa bilmirəm. Çünki 50 yaşdan sonra özümə baxmağı, özümü sevməyi, özüm istəyən nələrsə etməyi öyrəndim. Hər dəfə rəyə baxanda, Facebooka girəndə ya oxuduğum kitabdan, ya izlədiyim filmdən, ya işimdən, yəni balaca həyətdə nələrsə də əkmişəm. Bütün bunları doğru düzgün edə bilmərəm. Dedim, qoy insanlar rəyləri yazsınlar, qutarsınlar. Ondan sonra bir yerdə rəylərə baxaq. Nədir insanları burada bu qədər cəlb edən?